Dünyada bir çox insanların həyatını asıllılıq məhv edib. Narkotikdən asıllığın isə demək olar ki, sonu gəlib. Çünki Braziliyalı alimlər narkotik əleyhinə beyinə asıllıq yaratmaq hissəsinə təsir edən xüsusi vaksin hazırlayıblar. Bu və digər xəbərləri izləmək üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Ebolaya yoluxanlar xüsusi mərkəzə göndəriləcək. Rəsmi məlumat. Narkotik asıllığına qarşı ilk vaksin hazırlanıb, insanlar üzərində sınaqdan keçiriləcək. Arıqlamaq üçün çay və kofelər qaraciyəri məhv edə bilər. Azərbaycanlı həkimdən ciddi xəbərdarlıq. İnsulin istehsal edən mini mədaltı vəzi hazırlanıb. Diabet müalicəsində yenilik. Avropada həkimlərin etiraz dalğası böyüyür. Səbəb nədir? Arıqlamaq üçün çay və kofelər qaraciyəri məhv edə bilər. Son illər sürətli arıqlama vədi verən müxtəlif kofelər, çaylar və dərmanların istifadəsi geniş yayılıb. Rəsmi beynəlxalq səhiyyə qurumlarının təsdiqləmədiyi bu məhsullar ciddi sağlamlıq problemlərinə səbəb olur. Bu barədə terapevt, daxili xəstəliklər üzrə mütəxəssis, uzman doktor Əfsanə Bayramova danışıb. Onun sözlərinə görə nəzarətsiz şəkildə qəbul edilən arıqlama vasitələri qaraciyərin zədələnməsinə, hepatitə, həzm sistemi pozuntularına və digər ağır fəsadlara yol aça bilər. Həmişə nə qədər eləyirəm, çəki verə bilmirəm. Ödemdir. Qadınlar deyir ki, üzüklər əllərimə olmur. Ayaqqabılarının razmerləri, ölçüləri böyüyür. Ödem nəticəsində, çəki alma nəticəsində tam dəyərləndirilməlidir. İrəli yaşlı insanlarda, 50-dən 60-dan sonra qadınlarda da, kişilərdə də artıq çəkiyə bağlı bu xəstələrin təzyiqi də yüksəkdir, şəkəri də yüksəkdir və şəkərə təzyiqə bağlı artıq böyrək problemləri də var. Artıq böyrək zülal itirir deyə ayaqda ödemlər var. Yəni, kör-köranə arıqlama yöntəmlərini tapmaq altda yatan xəstəliyin gizlənməsinə səbəb olur. Gənc insanlar düşünmürlər. Uzun müddət, məsələn, şəkərim var, təzyiqim var, böyrəyim artıq sıradan çıxmış olar. Gəncdən çox gənc qızlar o yollara əl atırlar. Hansı yollara? Dərmanlar, çaylar, marafonlar, kofelər və bu kofeləri satanlar da həkimlər deyil, təsdiq olunmuş bir yerdən alınır. Ara insanlar, nəzarətsiz platforma olan TikTokdan satan insanlar, bəlkə məsələn bir miqdar iştahlarını baskılayırlar, qidadan imtina edir, çəki verirlər, amma o orqanizmdə hansı fəsadları yaradır, bunu anlamırlar. FDA, dərman və qida administrasiyası onu təsdiqləmir. Səhər gün, yəni bir toksik hepatitlə, bir sağlıq problemindən gələndə kimdən yapışacağımız, dərmanı hardan almışıq, kimi günahlandıracağımızı bilmirik. Və zamanla uzun müddət kofe yaxud da çaylar, bitkiləri qəbul edən hansı gənc insan gedib qaraciyərimə toksik təsir edirmi deyə qaraciyər testlərini yoxladır. Yoxlatmır da bunlar heç bir simptom vermir. Zamanla qaraciyərdə fibrotik proses yaranır. İllər sonra pasiyent gəlir, qaraciyərində fibroz dəyişikliyi, bərkimə, daşlaşma, başqa bir səbəb də nə ola bilər? Zamanla o insanların qəbul etdiyi çaylar, dərmanlar, kofelər və s. Mütəxəssis artıq çəkinin səbəbini müəyyən etmədən arıqlama məhsullarından istifadə etməyin düzgün olmadığını vurğulayıb. Sağlam və davamlı arıqlama üçün ilk növbədə tibbi müayinə aparılmalı, çəki artımının səbəbi müəyyən edilməli və müalicə planı fərdi şəkildə qurulmalıdır. Həkim həmçinin sosial şəbəkələrdə reklam olunan, tərkibi məlum olmayan məhsullardan uzaq durmağı tövsiyə edib. Afrikada Ebola virusuna yoluxan Amerikalılar Kenyaya göndəriləcək. Səbəb isə orada məhz bu xəstəlikdən qorunmaq üçün böyük karantin mərkəzinin tikilməyidir. Bununla bağlı bir sıra Kenya rəsmiləri etiraz etsə də mərkəz tikilməyə davam edir. Yəni, anlamadım, dünyanın hər yerində Ebolaya yoluxanları məhz ora mı göndərəcəklər? Amerika Ebolaya yoluxmuş vətəndaşlarını müalicə edə bilmirmi? Suallar çoxdur, xəbərimiz isə birdir. Baxın, biləsiniz.
Ebolaya yoluxanlar xüsusi mərkəzə göndəriləcək. Amerika Birləşmiş Ştatları Administrasiyası Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyasının ölkəyə daxil olmasının qarşısını almaq üçün yeni tədbirlər elan edib. Rəsmi məlumata görə Ebola virusuna məruz qalmış, lakin xəstəlik əlamətləri göstərməyən Amerika Birləşmiş Ştatları vətəndaşları müalicə və karantin məqsədi ilə Keniyada yaradılacaq xüsusi tibb mərkəzinə göndəriləcək. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio bildirib ki, hökumət Ebola virusunun Amerika Birləşmiş Ştatına keçməsinə imkan verməyəcək. Yeni mərkəzin yüksək səviyyəli tibbi xidmət, o cümlədən intensiv terapiya imkanlarına malik olacağı qeyd edilib. Lakin qərar bir sıra ekspertlərin etirazına səbəb olub. Mütəxəssislər Amerika Birləşmiş Ştatında artıq Ebola xəstələrinin müalicəsi üçün ixtisaslaşmış xəstəxanaların mövcud olduğunu xatırladaraq, xəstələrin başqa ölkəyə göndərilməsini qeyri-effektiv və etik baxımdan mübahisəli addım kimi qeyd edir. Xatırladaq ki, Konqo Demokratik Respublikasında mindən çox şübhəli yoluxma və yüzlərlə ölüm halı qeydə alınıb. Qonşu Uqandada yoluxmaların artması fonunda Konqo ilə sərhədini müvəqqəti bağladığını açıqlayıb. Bir çox ailələrin dağılmağına səbəb olan, həyatları məhv edən narkotik deyəsən tarixə qovuşur. Məsələ burasındadır ki, Braziliyalı alimlər yeni vaksin kəşf edib və onun sayəsində bir çox qadağan edilmiş maddələr beyinə təsir etmir və dolayısıyla heç bir asıllıq da yarada bilmir. Hələ ki, bu layihə eksperiment mərhələsindədir. İstənilən halda kəşf edilməsi belə tibb dünyasında, ümumiyyətlə bütün insanlıq tarixində çox əhəmiyyətli məqamlardan sayılır. Diqqətlə xəbəri izləyək. Narkotik asıllılığına qarşı ilk vaksin hazırlanıb. Braziliyalı alimlər narkotik asıllığının müalicəsi üçün dünyada ilk vaksin hesab olunan Kalixkoka preparatını hazırlayıb. İlkin sınaqlar zamanı vaksin heyvanlar üzərində müsbət nəticələr göstərib və hazırda insanlar üzərində klinik sınaqlara hazırlaşır. Mütəxəssislərin sözlərinə görə Kalixkoka immun sistemini kokain molekullarına qarşı anticisimlər istehsal etməyə sövq edir. Bu anticisimlər narkotik maddəsinin beyinə çatmasının qarşısını alır və nəticədə istifadəçi kokain qəbul etdikdə eyforiya hiss eləmir. Layihənin koordinatoru, psixiatr Frederica Garcia'nın sözlərinə görə, əgər preparat tənzimləyici qurumlar tərəfindən təsdiqlənərsə, bu asıllığın vaksin vasitəsilə müalicə olunduğu ilk hal olacaq. Tədqiqatçılar bildirib ki, vaksin laboratoriyada hazırlanmış kimyəvi birləşmələrdən ibarətdir. İstehsalı nisbətən ucuzdur və xüsusi saxlanma şəraiti tələb eləmir. Heyvanlar üzərində aparılan sınaqlarda ciddi yan təsirlər müşahidə edilməyib. Alimlər hesab edir ki, yeni vaksin reabilitasiya prosesində olan insanlara yenidən narkotik istifadəsinə qayıtma riskini azaltmaqda kömək edəcək. Alimlər canlı hüceyrədən insulin ifraz edən balaca bir mədə-altı vəz düzəldiblər. Təbii ki, sünisini nə işə yarayacaq bilmək üçün diqqətlə baxaq. İnsulin istehsal edən mini mədə-altı vəzi yaradılıb. Amerika Birləşmiş Ştatında Stanford Universitetinin tədqiqatçıları birinci tip diabetin müalicəsində inqilabi yenilik hesab edilən biomühəndislik əsaslı mədə-altı vəzi yaması hazırladıqlarını açıqlayıb. İddialara görə dəri altına yerləşdirilən bu xüsusi yama insulin istehsal edən beta hüceyrələrindən ibarətdir və qanda qlukoza səviyyəsini avtomatik izləyərək lazım olduqda insulin ifraz edir. Tədqiqatçılar bildirib ki, beta hüceyrələr xüsusi hidrogel membranla qorunur. Bu membran qlukoza və qida maddələrinin keçməsinə imkan versə də immun hüceyrələrə qarşı hücumun qarşısını alır. Beləliklə, hüceyrələr uzun müddət fəaliyyət göstərir. Məlumata görə klinik sınaqlarda iştirak edən 44 pasiyentdə qan şəkərinin normallaşdığı və insulin inyeksiyalarına ehtiyacın aradan qalxdığı müşahidə olunub. Bir yamanın 12-18 ay ərzində effektiv fəaliyyət göstərdiyi bildirilib. Həkimlər iş şəraitinin çətinliyindən, iş saatlarının çoxluğundan və eyni zamanda maaşların azlığından şikayət edirlər. Nəticə etibarilə Avropanın bir çox ölkələrində, şəhərlərdə həkimlər etiraz edirlər. Bizim ağır peşəmizin heç bir dəyəri yoxdur deyirlər. Mən isə xatırladım, Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, 2033-cü ilə qədər 11 milyondan çox
tibb işçisi personalının çatışmazlığı yaranacaq. Bu da çox güman ki, həmin etirazların səbəbindəndir. Yəni, əgər həkimin iş saatı o qədərdir ki, yenidən istirahət eləyib qayıda bilmir işinə, gümrah ola bilmir və üstəlik də bunun müqabilində az maaş alırsa, əlbəttə ki, növbəti nəsillər heç cür həkim olmaq istəməyəcək. O əvvəllər idi, həkimliyin müqəddəs peşə olduğunu deyib, kütləvi olaraq insanları bu peşəyə yönəldirdilər. İndi isə əziyyətinə dəyərmi deyə bir çoxları bu barədə düşünməyə başlayıb. Odur ki, düşünürəm ki, etirazların mütləq şəkildə müsbət nəticələr olmalıdır. Əks təqdirdə xəstələnəndə getməyə həkim tapmayacaq. Avropada həkimlərin etiraz dalğası böyüyür. Avropanın bir sıra ölkələrində həkimlər əmək haqqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması və peşələrinin daha yüksək qiymətləndirilməsi tələbi ilə etiraz aksiyalarında iştirak edib. Bu, maaşlarla bağlı uzun müddətdir davam edən mübahisələr çərçivəsində təşkil olunan 16-cı etiraz aksiyasıdır. Həkimlər bildirib ki, son illərdə maaş artımlarına baxmayaraq inflyasiya səbəbindən onların real gəlirləri azalıb. Eyni zamanda yüksək tələbə kreditləri və ağır iş yükü gənc mütəxəssislərin xaricə köçməsinə səbəb olur. Oxşar narazılıqlar Almaniya, İspaniya və Portuqaliyada da müşahidə edilir. Almaniyada həkimlər 12 ay ərzində əmək haqqlarının 8% artırılmasını tələb edir. İspaniyada isə tibb işçiləri iş həftəsinin 35 saatla məhdudlaşdırılmasını və həkimlər üçün ayrıca əmək qanunvericiliyinin qəbulunu istəyirlər. Portuqaliyada həkimlər aşağı maaşlar, kadr çatışmazlığı və artan iş yükünün səhiyyə sistemini böhran vəziyyətinə gətirdiyini bildirib. Mütəxəssislər hesab edir ki, bu etirazlar Avropa səhiyyə sistemlərində uzun illərdir yığılan problemlərin daha açıq şəkildə üzə çıxmasına səbəb olub. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.